Müşfiq Bayramzadəni səhnəyə dəvət edirəm. Nəsə bu çətin oldu. Yaşamaq yanmaqdır, yanasan gərək. Həyatın mənası yaşamaqdadır. Şam əgər yanmırsa yaşamır demək, onun yaşaması yanmağındadır. Əziz dostlar, dəyərli tələbələr və hörmətli qonaqlar, həyatınızdakı, təhsilinizdəki və karyeranızdakı şam işığının heç zaman sönməməsi diləyi ilə hər birinizi xoş gördük. Mən Müşfiq Bayramzadə. Gülnaz xanım Ağstafadan başlamışdı. Mən biraz da geriyə gedəcəm. Qazaxın ucqar bir kəndində 32 il əvvəl dünyaya gəlmişəm. Və 32 ilin 18 ili də elə o ucqar rayonda keçib. Çox yaxşı xatırlayıram maddi durumun çətinliyi. Çünki ucqar kənd deyəndə ilk ağla düşən təhsil resurslarına çıxışın zəifliyi, maddi durumun çox çətin olması. Bu, məndə də baş verdi və həyatımda o erkən qışın şaxtasını elə erkən yaşlarda mən hiss eləməyə başladım. Və bu mənim uşaqlıq illərimin şəkilləridir və 7-8-ci sinifdə qışın o qarla dolu yeri örtüldüyü bir zamanda pasanoşka dediyimiz o ayaqqabı da demək olmaz, onunla məktəbə getmişəm və məktəbə çatanda ayağım o qədər donmuşdu ki, o soyuq ayağı isti peçdə, odun peçi yandırırdıq, orada güzbəla ilə qızdırmışam və bu hələ də mənim xatirimdədir və bəlkə də o komfort zonada olmağım mənim bugün az da olsa uğurumun bir səbəbidir və o çətin günlərə borcluyam. Həyatımda 9-cu sinifə keçəndə bir qərar anı oldu. Bu qərar nə ilə bağlı idi? Ailəm, 2 bacım Bakıya köçmək qərarı verdilər və onlar Bakıda, bacılarım Bakıda təhsil alacaqdı. Amma mən qərar verdim ki, mən Bakıya köçməyəcəm. Çünki o zaman yaşlı nənə və babanı tək qoya bilməzdim. Onların o yaşda daha çox qayğıya ehtiyacı var idi və başda da yandırdığım şam işığının onlar üçün sönməsini istəmirdim. Və qərar verdim ki, mən Qazaxda qalacam, onlarla bir yerdə. Beləcə xoşbəxt günlər keçirdi və baba təhsilimdə o qədər önəmli rol oynadı ki, və bugün təhsilimi davam etməyi də babaya borcluyam. Gözlər zəif, amma o gözlərin zəifliyinə rəğmən hər gün səhər olacaq dərsimi məndən soruşardı və mən ona izah etməliydim və bugün anlayıram ki, əgər bir şeyi yaxşı bilmək istəyirsinizsə, onu mütləq başqasına öyrətməlisiniz və mən bunu erkən yaşlarda babama görə başa düşdüm. Amma 11-ci sinifdə bu xoşbəxtlik çox davam eləmədi. Mən hər səhər babanı yuxudan mən oyadardım, amma bir gün, çox üzürlü sayın, bir gün babanı yuxudan oyatmaq istəyəndə əllərim buza döndü və o an başa düşdüm ki, artıq baba mənlə deyil. Amma babanın ruhu qarşısında bir söz verdim. Dünyanın ən yaxşı yerində təhsil alacam və bu təhsil işığını məndən sonraki nəsillərə də mütləq ötürəcəm. Və bu vizyonla həyatıma davam etmək qərarı verdim və universitetə qəbul oldum. İqtisad Universitetinin tələbəsiyəm.
buna sonra qayıdarıq. İqtisad Universitetinin tələbəsiyəm və İqtisad Universitetini bitirdikdən sonra, əlbəttə universitetə qəbul olanda mənim ingilis dilim çox zəif idi və elə düşünürdüm, yaxşı ingilis dili biliyim var, amma sonra başa düşdüm ki, mən əslində heç nə danışa bilmirəm. Amma özüm üçün bir proqram hazırladım, yaratdım və özümü inkişaf elətdirdim və 3-cü kursda artıq Pre-IELTS və IELTS dərsləri keçirdim. Universiteti bitirdikdən sonra adətən bizdə gənclər nə edir? Hərbi xidmətdən bir növ yayınma məqsədi ilə magistraturaya qəbul olurlar. Amma mən bunu eləmədim. Düşündüm ki, hərbi xidmət, bizdə bir söz var, kişilik məktəbi. Dedim, o məktəbi görəcəm mən. Orada nələr var? 2015-2016-cı illərdə hərbi xidmətdə olmuşam. Hərbi xidmətim çox çətin bir dövrə təsadüf elədi və aprel döyüşlərinin iştirakçısı olmuşam, post əskəri olmuşam və düşmənlə cəmi 300-400 metr məsafədə bir il xidmət eləmişəm. Orada bir daha anladım ki, şam işığının önəmi nə qədər önəmlidir. Çünki heç bir işığın olmadığı bir yerdə bir il xidmət göstərmək çox çətin idi. Aprel döyüşləri başladı. Aprel döyüşlərində birlikdə hərbi xidmətdən sonra plan qurduğumuz dəyərli dostum Samir Kaçayev, ona ad günündə məktub yazmışdım. Aprel ayının 1-də mənə cavab məktubu gəldi. Aprel ayının 2-sində öyrəndim ki, şəhid olub. Buradan bütün şəhidlərin ruhu qarşısında baş əyirəm, məkanları cənnət olsun. Və 12 il zaman keçdi babama verdiyim sözdən və onu tutmalıydım. Bunu necə tutacaqdım, necə eləməliydim və bir planlama qurmalıydım. Çünki mənim öyrəndiyim önəmli bir söz var. Plansız iş şoranlığa səpilmiş toxum kimidir. Nəticə olmayacaq. Onun üçün özüm üçün bir plan qurdum. Mən nə istəyirəm, nə oxumaq istəyirəm, ölkəmiz üçün nə faydası olacaq. Bunları belə düşünərkən bir neçə universitetə müraciət elədim. MIT, Harvard və vizyon çox yüksək universitetlər. Amma çoxundan imtina aldım. Və sonra düşündüm ki, nəyisə yanlış eləyirəm. Bir yanlışım var. Bu planlamanı yenidən eləməliyəm. Bizim bir utandığımız bir şey var, soruşmaq. Və buna görə gələk başa 3 ayaqlı masa nədir? 3 ayaqlı stul nədir? Evlərdə çoxumuzun istifadə elədiyi masalar 4 ayaqlıdır. Yerdə biraz əyrilik olan kimi masada axsama olur və altına karton falan qoyuruq ki, yerə möhkəm dayansın. Amma 3 ayaqlı masada bu belə deyil. 3 ayaqlı masa sabitliyin simvoludur. Yer nə qədər əyri olur olsun, o özünə yer tapacaq. Tripodlara baxın, o da 3 ayaqdır, istifadə eləyir kameradan. Və o möhkəm 3 ayaq üzərində dayanır. Və mənim özüm üçün həyat fəlsəfəmdə bu 3 ayağı formalaşdırmaq sizin təhsilinizdə, karyeranızda dayanıqlıq, möhkəmlik simvolu olacaq. Və Hek Parisə qəbul olma, planlama, soruşmaq və başlamaq, hərəkətə keçmək. Bu birinci ayaqdır. Hek Parisə qəbul məsələm. Birinci planladım. Daha sonra planladığımı soruşmalıydım. Çünki ola bilər ki, yanlış eləyərəm və özüm üçün bir mentor tutdum. Təhsil məsləhətləri ilə bağlı və başa düşdüm ki, utanıb Dərnəgüldə düşməkdənsə elə soruşub 28 mayda düşmək daha yaxşıdır. Çünki səhv eləyib gedib Dərnəgüldə təzdən geri qayıd içəri şəhərə getmək biraz vaxt alacaq. Və planlayıb soruşmaq, amma bundan iş bitmir. Mütləq hərəkətə keçməlisiniz tapdıqdan sonra. Bu hərəkət də davamlı olmalıdır. Gözəl bir misal var. Biz diş həkiminə hər 4 aydan 6 aydan bir gedirik, dişimizi yoxladırıq. Amma bizim dişimizi sağlam saxlayan gündəlik 2 dəqiqə dişimizi fırçalamağımızdır. Davamlı kiçik-kiçik işlər və böyük uğurlara gətirib çıxaracaq. Bunu özümdə başa düşdüm. Hek Parisdən biraz danışım. MBA ilə Executive MBA arasında fərq nədir?
MBA bakalavr bitirib asanlıqla magistra qəbul ola bilərsiniz. Sizdən heç bir tələb soruşulmur. Amma Executive MBA proqramında iş təcrübəsi lazımdır. Bizim universitetdə bu minimum 8 ildir. Bu universitet, bu bizim universitetin ilk gününün şəklidir. Universitetdə ortalama yaş 39-dur. Ən yüksək yaş 54-dür və ən aşağı yaş məndədir, 32 yaşım var. Və belə bir insanların arasında olmaq mənim üçün çox məsuliyyətlidir. Çünki bizlə eyni qrupda Lido şirkətinin, hansı ki 26 milyard dolar illik dövriyyəsi var, prezidenti bizlə oxuyur, eyni qrupdayıq. Laura Piana'nın direktoru, Louis Vuitton'un direktor mavini, bunlar hamısı bizlə bir yerdə tələbələrdir və bunların bu universiteti oxuyandan sonra oranın maliyyə direktoru və ya direktor olmayıblar. Bizlə oxuya-oxuya orada çalışırlar. Və belə bir insanların əhatəsində olmaq mənim üçün çox önəmlidir və 32 yaşda onlardan öyrənəcəyim çox şey var. Bu, qarşıda gördüyünüz Kevin'dir, Kevin Linyak, bizim qrup yoldaşımızdır. Kevin hal-hazırda Morgan Stanley'də 21 ildir portfel meneceridir. İllik maaşı təxminən 8-10 milyon dollardır. Böyük bir rəqəmdir. Mən fasilədə Kevin'dən soruşdum ki, Kevin, bu qədər maddi durum, yaş 50-dən yuxarıdır, 52-53 yaşı var. Niyə gəlib təzdən bu part arxasında bizlə təhsil alırsan? Çox maraqlı bir söz dedi. Dedi, əgər uğuru maddi durumla ölçürsənsə, adını yaza bilməyən, amma maddi imkanı kifayət qədər yaxşı olan çox insanlar deyə bilərəm sənə. Amma maddi imkanı çox yaxşı və çox yüksək təhsilli insanlar da deyə bilərəm sənə. İnsanları iki kateqoriyaya ayırıram. Mənim bugün bu yerə gəlməyimin səbəbini məhz təhsilə borcluyam. Çünki təhsilli insanlar daha humanist, daha intellektual və egosu çox düşük olur. Və bu mənim üçün çox önəmli bir mesaj idi və belə bir insanların arasında təhsil almaq həqiqətən çox önəmlidir. Masanın ikinci tərəfi, ikinci ayaq, amma ikinci ayaq dediyim yenə də 3 dənə ayaq olacaq. Mən hesab eləyirəm ki, biz bəzən təhsilə fokuslanaraq sadəcə universitet, pedaqoji fəaliyyətlə məşğul oluruq. Amma bu 3 dənə şeyi mütləq paralel aparmalıyıq. Bəzən universitet müəllimləri sadəcə müəllim olaraq fəaliyyət göstərirlər və işi unudurlar. Real iş həqiqətən başqa olur, praktika başqa olur. Əksi də olur. Bəzən olur ki, insan ancaq çalışır, amma o kitabları, o nəzəri hissələri unudur. Ona görə təhsil çox önəmlidir, amma mütləq karyera olmalıdır. Real onu tətbiq eləməlisiniz. Mənim ixtisasım bu universitetdə liderlik və süni intellektin biznesə tətbiqidir. Amma əsas ixtisasım maliyyə sahəsidir. Düşünün ki, sizdə universitetdə maliyyə professoru dərs keçir, amma özünün heç bir real maliyyə təcrübəsi yoxdur. Ona yəqin ki, çox qulaq asmayacaqsınız. Və ən önəmlisi mənim üçün üçüncü tərəf ailə. Mən bu universitetdə biz 4 ölkədə təhsil alırıq. İnşallah qismət olsa aprel ayında Kanadaya gedəcəyik və orada süni intellektin biznesə tətbiqi ilə bağlı ixtisas dərslərimiz olacaq. İndiyə qədər getdiyim bütün ölkələrə həmişə yoldaşımla getmişəm və mən hesab eləyirəm ki, bütün uğurlular evli deyil. Amma bütün evlilər uğurlu deyil, amma bütün uğurlular evlilərdir və bu o anlama gəlməsin, erkən yaşda evliliyi mən təşviq eləmirəm. Amma bu mənim üçün müəyyən yaşdan sonra bu qərar gəldi. Amma bir yerə getdiyiniz anda, bu sizin yaxın dostunuz da ola bilər, valideyniniz də ola bilər, mütləq sizə dəstək olan, sizi nədəsə axsamağa qoymayan insan mütləq yanınızda olmalıdır. Mən çox yaxşı xatırlayıram, bu birinci şəkil mənim yola çıxdığım şəkildir. Biz birinci gün universitetdə Bakıdan yola çıxmışdım və universitetdə çatanda bizdə kampus Parisdən 20-30 kilometr aralıdadır. Çatmışam, hər yer yaşıllıq,
Heç bir insan yoxdur, sakitlik. Məni ağlamaq tutdu, dedim bu Parisdirsə mən geri qayıdıram, oxumaq istəmirəm. Yoldaşım biraz pozitivdir, hər şeyə yaxşı baxır. Mən maliyyəçi olduğum üçün o riskləri falan görürəm. Dedim yox, mən oxumayacağam burada, amma bir müddətdən sonra gördüm ki, doğrudan da o haqlıymış. Burada universitetin ərazisi 2 hektar ərazisi var, çox böyükdür və burada inanılmaz dərəcədə fəaliyyətləri yerinə yetirə bilərsiniz. Bizim sonuncu şəkil İsveçrədə təhsildən sonraki bizim bir yerdə, bütün hər şeyə qərarları bir yerdə veririk, harasa getmək bir yerdə, təhsilim boyunca heç bir zaman ayrılmamışıq. Bu mənim ortadakı təhsil gənc nəsillərə daha çox töhfə yaratmaq üçün özümün bir platforma yaratdım və bir növ onlayn təhsildir və bu təhsil platforması çərçivəsində 4 cildlik bir kitab yazdım. Bu gördüyünüz kitab mənim kitabımdır. Bakıda sata bilmədim. Eyfelin altında qərar verdim ki, orada satacağım. 4 cildlik 1800 səhifədən ibarət maliyyə kitabıdır. Deyə bilərsiniz, bu qədər səhifəni kimdir oxuyan? Slogan çox maraqlıdır. Sadə izahlar, dərin biliklər. Mən hesab eləyirəm ki, bir şey sadə olmalıdır. O tələbə onu başa düşsün, asanlıqla mənimsəsin, praktik olmalıdır. Çünki mənim 10 illik təcrübəm bu kitabda var və ən əsası dərin olmalıdır. Dayaz biliklər sizi çox da xilas eləməyəcək. Və nəhayət sonuncu, yəqin ki bu sonuncudur, doğru. Bizdə rayonda həmişə nənə babaya söz verəndə o toyda xoşbəxtlik arzulamaqla bağlı, xeyir dua verməklə bağlı belə bir söz deyirlər. Siz xoşbəxt olasınız, Qazax ləhcəsində deməyə çalışacağam. Neynim, necə eləyim deməyəsiniz. O mənə çox qəribə gəlirdi, bu nə deməkdir? Yəni bunlar niyə belə deyirlər? Və onu gətirdim 3 ayağa. Bizim bütün universitetlərdə, top universitetlər də daxil 2 dənə tələbəyə şey öyrədirlər. Nə və niyə? Bu 2 suala cavab tapacaqsınız istənilən universitetdə. Misal üçün, mənim ixtisasım süni intellektdir. Süni intellekt nədir? Öyrədəcəklər. Niyə lazımdır? Bunu da öyrədəcəklər. Amma o necə işləyir? Bunu tapa bilməyəcəksiniz. Heç bir universitetdə demək olar ki, bunu tapa bilməyəcək. Bunu siz təcrübə eləyərək, edə-edə öyrənəcəksiniz. Learning by doing. Və 3-cü ayağı biz unuduruq, bu çox önəmlidir. Simon Sinek'in məşhur liderliyi üzrə çox önəmli spikerdir və önəmli bir sözü var. Always start with why. Həmişə niyə ilə başla. Niyə bunu eləyirəm? Niyə xaricdə təhsil almalıyam? Mən o sözü biraz dəyişmişəm. Always start with why and end with how. Niyə ilə başla, amma necə ilə bitir. O olmazsa 3-cü ayaq tamamlanmayacaq, 2 ayağın üzərində qalacaqsınız. Nümunə görsədim, bizim universitetdə 1-ci dərsimiz idi. 1-ci dərsi leadershiplik falan öyrəndik və 72 nəfərdən bizim qrup 1-ci yerə çıxdı. Mənim ixtisasım maliyyə olduğuna görə və bizə hədiyyə verdilər. Sonra dedilər, gəlin indi bunu tətbiq eləyin. Necə? Öyrənmişsiniz hər şeyi. Bizim universitetin yaxşı bir tərəfi odur ki, bütün öyrəndiklərimizi praktik tətbiq eləyirik. 48 saatlıq Survivor yarışına bizi dəvət elədilər. Məcburdur bu. Dəvət elədi deməyə, məcburiyyətdir. Yemək falan demək olar yoxdur. Acunun Survivor verilişi eyni şeydir. Və 1-ci yarış, bu ortada gördüyünüz şəkil, komanda olaraq ortada çay təsəvvür edin. Taxtalarla bu üzdən o üzə bütün komanda şəklində keçməli idik. Və 20 dəqiqədə vaxtımız var idi. Amma bütün komanda gördüyünüz o şəkil hamı orada qaldı. Keçə bilmədik bu üzə. Necə eləməyi bilmirdik. Və sonra baxdıq və gördük ki, taxtaların ölçüləri heç ölçməmişik. Bunu bu üzdən o üzə necə keçməyi heç fikir verməmişik və o anda başa düşdük ki, həqiqətən də nəzəri öyrəndiyimiz şeyləri real həyata keçirəndə fərqli olur. O necələri unuduruq. Və sonuncu da maraqlıdır, qayıq düzəltmişdik. Qayıqda çirkli çaydır, yəni heç düşmək istəməzsiniz o çaya. Bu üzdən o üzə keçməli idik. Komandamızdan 1-2 nəfər suya düşdü. Və o anda başa düşdüm ki, həqiqətən necə çox önəmlidir və təsadüfi deyil ki, bugün şirkətlərdə ən önəmli pozisiya CEO-dur. Chief Executive Officer.
Baş icraçı direktor. İcra edənlər həmişə qalib gələcək. Və bayaq çox önəmli bir söz deyildi. Vasif bəy, happen. Edin. Mütləq edənlər qalib gələcək və bu çox önəmlidir. Və sonda bir fikirlə nitqimi yekunlaşdırım. Bizim bir atalar sözümüz var. Gəzməyə qərib ölkə, ölməyə vətən yaxşı. Amma çox xahiş edirəm, heç kəs vətəndə ölmək üçün gəlməsin. Bunu dəyişdirdim. Oxumağa qərib ölkə, tətbiq etməyə vətən yaxşı. Təşəkkürlər dostlar, sağ olun.